Hər vaxtınız xeyir. Xırçıltılı, bulkaya oxşamayan qoğal istəyirsiniz. Buyurun, başlayaq. 1 kilo un, 1 stəkan süd, yarım stəkan su, 1 çay qaşığı maya, 1 çay qaşığı şəkər tozu, 2 yumurta. Bunu yaxşıca qarışdıraq. İndi bura xama əlavə edirəm. 3 xörək qaşığı. Duz, 20 və ya 30 qram kərə yağı və xəmirimizi yoğururuq. Fikir verdinizsə, unu əvvəlcədən qoymuşdum. Əlimizlə yoğurub, masanın üstünə keçirdirik, masanın üstündə davam edirik. 2 dəqiqə yoğursanız kifayətdir. Bu 2 dəqiqə ərzində xəmiriniz çox da hamar olmayacaq. Üstünü örtüb qoyuruq qalsın, xəmir mayalansın. İçliyi hazırlamaq üçün 1 xörək qaşığı dolusu duz, yarım xörək qaşığı sarı kök, 1 xörək qaşığı yarım razyana, 1 xörək qaşığı cirə və yarım xörək qaşığı və ya 1 çay qaşığı zəncəfil tozu. Üzərinə 2 xörək qaşığı yağ əlavə edib qarışdıraq. Qalan yağı, əlbəttə yağımız kərə yağı olsun, əridirik, ilıq halda əlavə edib qarışdırırıq. Daha sonra üzərinə ölçüdə verilən qədər unu əlavə edirik. Yenə də yaxşıca qarışdırırıq. Hissə-hissə əlavə elədiyimiz unla umaç hazırlayırıq. İçliyimiz hazırdır, onu da bir qırağa qoyaq. Artıq xəmiri götürüb işimizə davam edə bilərik. Xəmiri çox mayalandırmayın. İçliyi bir qırağa qoyaq və xəmiri kündələməyə keçək. Xəmirimiz 30 dəqiqə, mən 30 dəqiqə saxlamışam. Çünki iş getdikcə vaxt uzanır və xəmir qalıb daha çox acıyır. Ona görə biraz tez götürürük və kündələrə ayırırıq. Bu mərhələdə xəmirin havasını buraxa bilərsiniz. Yəni 1-2 dəfə üstündən basırıq, yoğurmuruq. Təkcə 1-2 dəfə basırıq. Xəmirin necə masanın üstündəki silikona yapışdığını görürsünüz. Bu biraz elə bil ki, üstü nəm kimidir. Gündələrimi tutdum, qabıma yerləşdirim və daha sonra bir-bir götürüb yayırıq. Bu arada yağı qoyun əritməyə. Mən burada ərinmiş yağdan istifadə etmirəm. Edə də bilərsiniz. Sizin istəyinizə bağlıdır. Yarısı ərinmiş yağ, yarısı ərinməmiş kərə yağı qoyuram ocağın üstünə, qızdırıram. Yəni ki, hamısını əritmirəm. İçində biraz nəmlik qalsın. Çünki çox quru alınır. Qaldıqca, əgər qoğal qalırsa, illa ki üstü açıq qalarsa, o daha tez quruyur. Qoğal onsuz da xırçıltılı alınacaq. Lakin bu yaxınlarda mənə bir sual verdilər. Bulku kimi olur? İstəyirəm ki, xırçıltılı olsun. Neyiniyim? Xəmiri yoğurarkən 1 xörək qaşığı sirkə əlavə edeyim. Başqa heç bir şey ehtiyac yoxdur. Yağını bol eləsəniz, xəmirinizi nazik yaysanız, onsuz da xırçıltılı olacaq. Yox, əgər siz daha çox xırçıltı istəyirsinizsə, onda 1 qaşıq sirkəni əlavə edin. Bolca yağımızı bura əlavə elədik və yaydığımız kündənin üstünə sürtdük. Digərlərini biraz kiçik yayacağım. Çünki onları yağın üstündə sürüşdürərək dartışdırmaq olar. Baxın, bu cürə. Birincini çox nazik yayıram və bacardığım qədər iri olsun ki, o birisləri onun üstündə dartıb enlədə bilək. Mən 8 yerə bölmüşdüm kündələrimi və gördüyünüz kimi qaşıqla yağı əlavə edib əlimlə də sürtürəm. Əlimdə əlcək var. Bir neçə dəfə fırça ilə sürtmüşdüm. Onda elə bil ki, yağ az sürtülür. Az olur. Daha çox yayılır,
Amma ki yağın qalınlığı təbəqəsi az olur. Davam edirik. Hər birini yayırsınız, yağlayırsınız. Yenə də yayırsınız, yağlayırsınız hamısı qutarana qədər. Daha sonra gözləməliyik ki, bu soyusun. Soyusun, yağ bərkisin. Bu halda mayanız çoxdursa, xəmirinizi qalın yaymısınızsa, gözləmə nəticəsində həmin bu xəmir biraz da qalxacaq. Ona görə fikir verin. Deməyin ki, verdiyim ölçüdə maya azdır. Bu maya quru mayadır. Quru maya, indiki mayalar daha çox qaldırır xəmiri. Tərkibində nə varsa valla bilmirəm. Əgər siz ev mayası ilə hazırlayırsınızsa, o başqa məsələ. Amma quru maya ilə hazırlayırsınızsa, o həqiqətən də bulku kimi qalxır. Ona görə çalışın mayanı az qoyun. Vəssalam, indi gördüyünüz kimi mən başlayıram bunu. Qoqalın deməli, nə boyda olmağını istəyirəmsə, iri istəyirəmsə, iri, deməli, uzunluğunu iri olacaq. Yox, xırda, orta ölçüdə istəyirəmsə, bunları birazcık qısa kəsəcəm. Və ya biri uzun, biri qısa da ola bilər. Uşaqlara balaca qoqallar, böyüklərə isə böyük qoqallar. Xoşlamıram ki, qoqal yeyəndə yarımçıq qalsın. Ona görə. Baxın, beləcə yavaş-yavaş hamısını yumurlayırıq. Məndə xəmir çox bərkiməyib, sözün düzü. Vaxt da yoxdur, artıq gecdir, qutarmaq istəyirəm. Hələ bunu bişirməyi var və s. və s. Gec başladım hazırlamağa. Və gördüyünüz kimi hamısını belə yumurladıqdan sonra, rulon halına gətirdikdən sonra onların ortasını stəkan kimi açırıq. Mən belə eləyirəm. Bəziləri əlində belə çox uzadır, belə romb kimi eləyir. Mən qədimi üsulla eləyirəm. Hələ burada xəmiri vurmadım. Adətən bunu stəkan kimi eləməmişdən qabaq. İki ovcunuzun arasında xəmiri tutub belə bir-iki dəfə fırladırsınız. Spiral kimi. Daha sonra stəkan kimi açırsınız və içini doldurursunuz. Əvvəl belə eləyirdilər. Və ağzını bağlayırıq. İndi çevirib baxırıq. Dairələriniz əgər tən ortaya düşübsə, çox gözəl. Yox, biraz sürüşübsə, əlinizlə düzəldin. Vəssalam. Üstdən basırsınız, əlinizi sürüşdürürsünüz. Gəlir, düşür ortalığa. Mən heç vaxt belə şeylərə fikir verməzdim. Da indi hamı o qədər belə usta olub ki, qoqalın gözəlliyinə baxırlar. Tamına, bulku kimi olmağına və s. baxmırlar. Ona görə də belə suallar əmələ gəlir. Bu il qoqal haqqında video qoymaq istəmirdim, lakin məcburi olaraq, deməli, köhnə qoqal necə olurdu, bəs niyə vurmursuz, bəs niyə bulku kimi alınır, biz istəyirik xırçıltılı olsun. Ona görə bu qoqal videosunu çəkdim və sizə təqdim edirəm. Bir-bir hamısının içini doldurub, yığırıq siftə masanın üstünə, sonra isə soba tavasına. Mən əlimlə həmişə üstündən basıram. Bərk basıram. Özdə bir neçə dəfə basıram. Baxın, bir dəfə hazırlayanda bastım, bir də indi bastım. Bu, onun bulku kimi olmamağına kömək edir. Soba tavasına yığaq. Üzərinə yumurta sarısı çəkəcəyik. Yumurta sarısının içərisinə bir qaşıq süd əlavə edirəm, çox yox. 2 yumurta sarısına bir qaşıq süd. Çəkirik qoqallarımızın üstünə. Ən ortasından da ya çörək otu, ya küncüt, nəyiniz varsa ondan əlavə eləyin, ortasını mütləq basın. Bu da onun bulku kimi qalxmağını əngəlləyəcək. Qoyuruq qalsın. Bir 5 dəqiqə, çox yox. Qızğın sobaya göndəririk, 180 dərəcədə bişiririk. Baxın, bu cürə də qoqallarımız alınır. İndi digərini də göstərəcəm sizə. Amma onu deyim ki, mayasız xəmirdən də hazırlamaq olar. Lakin o qoqallar həmin gün yeyilməlidir. Çünki qaldıqca qaxaca dönür. Bu da suallardan birində var idi.
Mən sizə bir növ qoğal göstərəcəm. Yaxınlarda bişirib göstərəcəyəm. Bugünkülər isə belədir. Görürsüz, əlinizi vurursunuz, xırça-xırç ovucunuzda qalır. Siz də hazırlayın, nuşucanlıqla yiyin. Yenə suallarınız varsa yazın. Video axırıcın baxdığınız üçün təşəkkür edirəm. Ruzu bərəkətiniz bol, canınız sağlam olsun. Gələn videolarda görüşmək üzrə. Şərqiyə xanımla bugünlük bu qədər.